Hamıya salam. Mən Xatirə Əzizxanlı Dərs evi tədris mərkəzinin əməkdaşıyam. 3-cü vebinara qoşulduğunuz üçün təşəkkürlər. İlk olaraq terminologiyanı biraz araşdıraq. Kənarlaşdırma və boykot nədir? Kənarlaşdırma, etinasızlıq və boykot emosional bullyinqin mürəkkəb və dözülməsi çətin formalarıdır. Kənarlaşdırma uşağınızın kollektivə, oyuna, komandaya qoşulmasına icazə verilməməsidir. Kənarlaşdırma etinasızlıq deyil. Uşaq salamlaşanda cavabında salam eşidir. Sualına cavab verirlər. Amma bir təhər, quru, ehtiyatla və sanki könülsüz, biraz nəsə olan kimi onunla ünsiyyəti məhdudlaşdırırlar. Belə uşağın səs haqqı olmur. Onu heç bir yenilikdən xəbərdar etmirlər. Belə baxanda susmurlar, ancaq komandaya da buraxmırlar. Uşaqlar zarafatlaşır, əylənirlər. Onlar həftə sonundan qayıdıb bütün siniflə birlikdə necə gözəl vaxt keçirdiklərini böyük həyəcanla müzakirə edirlər. Amma gözardı edilmiş uşaq kənarda dayanır. Boykot uşağın varlığının inkar edildiyi bir davranışdır. Bu zaman uşaqla ümumiyyətlə salamlaşmırlar. Onunla danışmırlar, suallarına cavab vermirlər. Ona diqqət ayırmırlar. O, yoxmuş kimi davranırlar. Söhbət qruplarından, yazışmalardan çıxarırlar. Ümumiyyətlə bloklayırlar. Onu sanki bilmədən itəliyə, başlarından edə bilərlər. Boykot müxtəlif şəkildə özünü göstərir. Adətən hər şey elə kənarlaşdırmadan başlayır. Yəni, bəzi qruplar öz əhəmiyyətini və unikallığını vurğulamaq üçün məqsədli şəkildə qurban seçirlər. Hamı birlikdə ona qarşı birləşir və onu ünsiyyət dairəsindən xaric edir. Qurban uşağın varlığına, hər hansı bir işdə iştirakına məhəl qoymurlar. Sonra artıq boykot elan edə bilərlər. Çox vaxt boykot cəza növü kimi tətbiq olunur. Məktəbdə boykot həmin uşağın hər hansı nalayiq davranışı nəticəsində yarana bilər və bu halda boykotun ədalətli cəza olduğu fikri yarana bilər. Məsələn, əgər uşaq ciddi bir səhv törədibsə, onu boykot eləmək olarmı? Xeyr. Yadda saxlayın ki, boykot uşaqda öz səhvini düzəltmək imkanı yaratmır. Boykot ümumiyyətlə psixoloji zorakılıqdır. Əgər sizə 100% məhəl qoyulmursa, siz necə inkişaf edə bilərsiniz? Bu halda həqiqətən səhv sizdə olmuş olsa belə, danışmaq, səhvinizi düzəltmək imkanınız olmur. Ümumiyyətlə, boykot qeyri-insani davranışdır və qrupun bütün üzvləri üçün təhlükəlidir. Qurban uşaq boykotun öhdəsindən tək başına gələ bilməz. Onu qəsdən elə vəziyyətə salırlar ki, heç kimlə dialoq apara bilmir və bu məsələni nə qədər özü həll etməyə çalışsa da, bir o qədər az uğurlu olur. Çox vaxt boykot iştirakçıları hiddətlənir və boykot edilən şəxsi nümayişkaranə şəkildə aşağılamağa başlayırlar. Onu sanki bilmədən itələyirlər, onun yerində əyləşirlər, onun yeməyini götürürlər və s. Və uşaqlar cəzalandırmanın ilkin məqsədini unudurlar. Boykotun məqsədi artıq sadəcə konkret bir uşağa əzab vermək olur və adamın necə davranacağına baxırlar və bu çox ağrılıdır. Əgər siz düşünürsünüzsə ki, bu müasir uşaqlar belə amansızdırlar, səhv edirsiniz. Kənarlaşdırma, boykot özlüyündə, kollektivdə ünsiyyətin yeni formaları deyil.
Bəzi mədəniyyətlərdə həm keçmişdə, həm də bu gün ən ağır cəza forması boykot hesab olunur. Çünki əgər sənin üçün əhəmiyyətli olan bir qrupdan kənarlaşdırırlarsa, bu ciddi bir travmadır. Amma nədənsə valideynlər çox vaxt məhz bu zorakılıq formasını ciddi qiymətləndirmirlər. Onlar belə düşünürlər ki, döyülmə yoxdursa, təhdid yoxdursa, əşyalar salamatdırsa, deməli, hər şey qaydasındadır. Müəllimlər isə əksinə. Məsələn, nizamı-intizamı qorumaq məqsədi ilə boykota özləri şərait yarada bilirlər. Yaxud da yaxalarını kənara çəkib, vəziyyəti uşaqların öhdəsinə buraxa bilirlər. Amma indi başa düşürsünüz ki, bullying və boykot sistemli qrup hadisəsidir. Ona görə də uşaqlar özləri boykotu dayandıra bilməzlər. Onların təcrübələri və ya resursları yoxdur. Və burada mütləq yaşca böyüyə ehtiyacları olur. Bir çox hallarda boykot və ya kənarlaşdırmanı qeyri-populyarlıqla qarışdırırlar. Qeyri-populyar uşaq özü heç kimlə ünsiyyət qurmur. Qapalı və tənhadır. Uşaqlar onun haqqında adətən belə deyir. O özü heç kimlə danışmır, ona görə biz də onunla danışmırıq. Bəs qeyri-populyarlıq və kənarlaşdırma nə ilə fərqlənirlər? Bullyingin meyarlarını xatırlayın. Qüvvələr balansının pozulması, sistematiklik və məqsədyönlülük, həmçinin qurbana ağrı vermək istəyi. Qeyri-populyar uşaq isə digər uşaqlar kimidir. O gələndə heç kim sinifdən çıxmır, o danışanda heç kim nümayişkaranə şəkildə ondan üz döndərmir, heç kəs növbə ilə onu itələmir. Qeyri-populyar uşaq mövcuddur. O, sinifin qaydalarına uyğun olaraq hərəkət eləyir, oxuyur, öz istəyinə uyğun ünsiyyət qurur. Onun az sayda dostu olur. Bəli, amma onunla ünsiyyət davam edir. Kənarlaşdırmada, xüsusən də boykotda bütün bu meyarlar olur. Güclər qeyri-bərabər olur, yəni sinifin əksəriyyəti ona qarşı birləşir və məqsədyönlülük mövcuddur. Axı, məhz həmin uşaqdan qaçırlar, onun arxasınca pıçıldaşırlar, ona tərs-tərs baxırlar və bu sistematik şəkildə baş verir, gündən günə təkrarlanır və qurbana ağrı yaşadır. Nəticədə zərər çəkmiş uşaq psixoloji zorakılığa məruz qalır. Aqressorlar isə zorakılıq və alçaltmanı cəzalandırılmadan davam etdirirlər və bu cəmiyyət tərəfindən qəbul edilir. Boykot qurbanı üçün bu mənfi nəticələri olan çox dağıdıcı bir prosesdir, təcrübədir. Bütün bunlar ona görədir ki, boykot edilən və ya kənarlaşdırılan uşaq özü haqqında mənfi qiymətləndirməni qəbul edir. Məhz bu mənfi qiymətləndirmə onun daxili tənzimləyicisinə çevrilir. Ona qarşı bu cür davranışın ümumiyyətlə haqlı olduğuna inanmağa başlayır. Çünki o pisdir və ətraf bunu təsdiq edir. Kənarlaşdırılmış uşaqlar özlərini uğursuz hesab etməyə başlayırlar. Özlərinə hörmətləri aşağı düşür, depressiya yaşayırlar. Bəzən uşaqlar əksinə hər hansı formada diqqət çəkmək üçün aqressiv davranış nümayiş etdirməyə başlayırlar. Uzun müddət davam edən boykot və kənarlaşdırmalar təəssüf ki, hətta intihara belə səbəb ola bilir. Bəli, bu çox dəhşətlidir. Kənarlaşdırmaya və boykota məruz qalan uşaq sadəcə olaraq böyüklərin dəstəyi və köməyinə ehtiyac duyur. Bu dəstək olmadan uşaq hiss edə bilər ki, bütün yaxınları və onun üçün dəyərli insanlar ondan üz döndəriblər və o ümumiyyətlə heç bir şeyə yararlı deyil.
Yuxarıda dediklərimizdən sonra təbii olaraq ki, belə bir sual yarana bilər. Yaxşı, biz qurbana necə kömək edə bilərik? Siniflə necə iş aparmaq olar? Sonrakı addımlar nələrdir? Uşaqların hamı ilə dost olmaq kimi bir borcu yoxdur. Və biz əlbəttə ki, bütün bu maraqlı suallara addım-addım cavab verəcəyik. Bu suallar həqiqətən vacibdir. Sinifdəki hər kəsin dost olmağa borclu olub-olmamasından başlayaq. Əgər bizim bütün webinarlarda iştirak etmisinizsə, dinləmisinizsə, xatırlayırsınız ki, biz təkrarlamaqdan yorulmuruq ki, uşaqlar öz istəkləri ilə məktəb kollektivinə düşmürlər və kiminlə oxuyacaqlarını seçmə imkanlarına malik deyillər. Hər kollektivdə mübahisələr və fikir ayrılıqları baş verir. Hətta çox yüksək dostluq səviyyəsinin olduğu kollektivlərdə belə. Uşaqların heç vaxt münaqişəyə getməyəcəyini və bir-birini qıcıqlandırmayacağını düşünmək sadəcə sadəlövhlükdür. Əlbəttə, şəxsi sərhədlərə hörmət etmək yalnız nə geyinmək və ya nə yemək istədiyimizə deyil, həm də nəyə maraq göstərmək və kimlərlə dost olmaq istədiyimizə seçim hüququ verən bir şeydir. Bununla belə, dostluq şəxsi bir anlayışdır və şəxsi vaxtla əlaqədardır. Dostun olması uşaqlara əlavə motivasiya verir. Amma ilk növbədə uşaqlar məktəbə təhsil almaq məqsədi ilə gedirlər. Deməli, biz həmişə kiminlə oturacağımızı, kimlərlə işləyəcəyimizi, kimə cavab verəcəyimizi və kimlərlə layihələr aparacağımızı seçə bilmirik. Yetkin yaşda belə biz işə götürəni, müştərini, alıcını, iş yoldaşını seçmirik. Müdirimizi belə həmişə seçmə imkanımız olmur. Şəxsi emosiyaları söndürmək və tapşırıqlara fokuslanmaq yetkin həyatın ən vacib bacarığıdır. Bir çox yetkin insanın bu bacarığa ehtiyacı var. Əlbəttə ki, məqsəd diqqətimizi mən bu insanı bəyənmirəm və ya o darıxdırıcıdır və mən onu sevmirəm kimi subyektiv şəxsi hisslərdən əsas məsələyə yönəldə bilməkdir. Bir part arxasında oturduğun insan haqqında belə fikirlər yarandıqda bilmək lazımdır ki, qonşuları həmişə seçmə imkanımız olmur. Ədavət qonşumuzun sizi alçaltması və ya təhqir etməsi səbəbindən yaranarsa, təbii ki, heç kim buna dözməyə borclu deyil. Bəs onda siniflə və aqressorlarla necə işləmək olar? Ola bilsin ki, boykotun öhdəsindən gəlmək üçün siniflə işləmək ən effektiv yoldur. Çünki boykot bullying forması kimi qrup hadisəsidir. Və etməli olduğunuz ilk şey əlbəttə ki, sinifdəki qaydalar haqqında müəllimlə danışmaq və onlara əməl etməyə çalışmaqdır. Qaydalar ilkin olaraq uşaqların davranışlarını tənzimləyir və sinif səviyyəsində mənfi davranışlardan qaçmağa kömək edir. Burada əsas qayda biz heç kimi kənarlaşdırmırıq. Hər kəsin ünsiyyət qurmaq hüququ var olacaq və uşaqlara qaydaların pozulmasının məsuliyyətini və cəza tədbirlərini mütləq izah edin. Bu, uşaqlara öz hərəkətlərinin məsuliyyətini başa düşməyə və qaydaların pozulması ilə nə baş verəcəyini anlamasına kömək edən normal bir təcrübədir. Eyni qaydaları evdə də, məktəbdə də tətbiq etmək əlbəttə ki, uşaqda aydın və şəffaf bir sistem qurmağa kömək edəcək və münasibətlərdə heç bir ikili yanaşma yaşanmayacaq.
Bəli, uşaqlara məktəbdə və məktəbdən kənarda müxtəlif sosial qruplara qoşulmaq vasitəsilə yeni əlaqələr qurmağa imkan verin. Müəllimdən dostluğu təşviq edən dərsləri keçməyi, dostluğa aid hadisələri təhlil etməyi, uşaqlara hisslərini ifadə etməyi və anlamağı, mənfi fikirlərin öhdəsindən gəlməyi öyrətməsini xahiş edin. Valideynlərlə birlikdə yeni gələnləri və ya qeyri-populyar uşaqları birgə fəaliyyətə necə cəlb etmək barədə düşünün. Hər hansı bir sinifdən kənar fəaliyyət burada köməyə gələ bilər. Səfərlər, ekskursiyalar, muzeylər, kinoteatrlar. Bu fəaliyyətlər nə qədər yaxşı təşkil olunsa, uşaqları qruplara qarışdırmaq bir o qədər asan olacaq. Valideynlər bir-biri ilə necə ünsiyyət qurmalıdır? Bu sualı əvvəlki vebinarımızda ətraflı şəkildə müzakirə etmişdik. Əsas vurğulamaq istədiyimiz odur ki, əgər boykot və ya kənarlaşdırma bir uşağa təsir edirsə, bu o demək deyil ki, bu problemin həllinə yalnız o uşağın valideyni maraq göstərməlidir. Axı bullying həm də onun fəal iştirakçıları, həm də müşahidəçiləri üzərində mənfi təsir buraxır. Boykota qatılmayan uşaqlar belə sinifdəki neqativ dinamikadan əziyyət çəkirlər. Təhsildə rahatlıq hissini, motivasiyanı və öz maraqlarını itirirlər. Buna görə valideynlərin vəzifəsi bütövlükdə bir yerdə uşaq kollektivinə kömək etmək üçün birləşməkdir. Zəmanə dəyişib və indi getdikcə daha çox valideyn öz övladını qorumağa hazırlaşır və bu bizi çox sevindirir. Ancaq başqa bir uşağı günahlandırmaq bahasına uşağınızı müdafiə etmək düzgün deyil. Əgər münaqişə vəziyyətində qarşılıqlı ittihamlar səsləndirmək, günahkar axtarmaq əvəzinə hər bir valideyn belə bir vəziyyətin ümumiyyətlə baş verməməsi üçün övladı ilə birgə nə edə biləcəyini düşünməyə çalışsa, bu ən yaxşı həll yolu olacaq. Qurban uşağa necə kömək edə bilərik? Yadda saxlamaq lazımdır ki, boykot öz-özünə keçmir. Qurbana yalnız təhlükəsiz ünsiyyət bacarıqlarını öyrətmək, boykot və kənarlaşdırma kimi mürəkkəb prosesi dayandırmaq üçün kifayət deyil. Onlarla dostluq eləmə və ya olsun da əvəzində və s. fikrini, yəni bu cür fikirlər sosial boykotu dayandırmayacaq. Həyatda dostlarım var da, onlarla danış demək uşağın hisslərini və onun ağrısını dəyərsizləşdirir. Bu uşağı daha da təcrid eləyir və onun sizdən istədiyi kömək və ümidi puça çıxır. O, bu yardımdan məhrum olur. Günahkar çıxartmaq, günahkar axtarmaq cəhdləri də dağıdıcı bir strategiyadır. Və yaxud siz uşağa deyə bilərsiniz ki, bəlkə səndə günah var, onlar səndən niyə belə davranırlar? Bu mövqe uşaqda qurban mövqeyini, qurbanlıq hissini daha da möhkəmləndirir. Münaqişə hələ pik həddə çatmamışdan əvvəl məsuliyyətli bir böyüyün iştirakı vacibdir ki, bu şəxs sinifdə işləsin və bu problemi həll etməyi öz öhdəsinə götürsün və müəllimləri və digər valideynləri bu işə cəlb eləsin. Yəni, profilaktik qaydada bütün bu tədbirlər görülməlidir ki, məsələ gedib boykota qədər çıxmasın. Qurban uşağı ilə işləyərkən ona təhlükəsiz davranış bacarıqları öyrətməyə fokuslanın. Özünə inam və xoşniyyətlilik, bunlar öyrədilməsi vacib olan şeylərdir. Sadə addımlar
Məsələn, ünsiyyət qurmaq istəyirsən, ilk sən yaxınlaş və soruş, salam ver. Soruş ki, sizə qoşula bilərəm, oyunda iştirak edə bilərəm. Bunu səmimi şəkildə özgüvən və özünə hörmət hissini itirmədən elə. Böyük ehtimalla uşaqlar imtina eləməyəcəklər. Axı, xahiş eləmək, alçalmaq demək deyil. İmtina etsələr, ikinci qayda budur. İkinci qayda, əlavə məna axtarma. Xahiş elədin, imtina elədilər. İmtina şəxsi qəbul olunmamalıdır. Bu təhqir deyil. İmtina o deməkdir ki, indi yox, bəlkə sonra. İndi komandaya kimisə götürmək əlverişli deyil. Bizim oyunçuların sayı məhduddur. Unutma ki, öz mövqeyini müdafiə etmək, yalvarmaq demək deyil. Mən bacararam, məndə alınacaq, mən bu oyunu oynaya bilərəm, mən yaxşı qaçıram, mən olimpiyadada iştirak eləmişəm, bu işi bilirəm və s. Bütün bunlar sənə kömək eləyəcək cavablardır. Çünki uşaqlar səni yaxşı tanımaya bilərlər. Sənin arqumentlərin onlara səninlə daha yaxından tanış olmağa kömək edəcək. Əgər göstərdiyin cəhd uğursuz oldusa, bunu yenə də şəxsi qəbul eləmə. İmtinanı şəxsi qəbul etməməyə çalış. Bəzi insanlar özlərini vacib hiss etmək üçün yox deməyi sevirlər. Bunun səninlə heç bir əlaqəsi yoxdur. Ona görə də emosional məsafə saxlamağı öyrən. Əgər sən daima dostlarından və ya hansısa bir komanda tərəfindən emosional yelləncəyə məruz qalırsansa, yəni kənarlaşdırma və kobudluq qəfildən super sevgi ilə əvəz olunursa, emosional məsafəni elə tənzimləməyə çalış ki, münaqişə olmadığı dövrdə ünsiyyətdən zövq ala biləsən. Eyni zamanda münaqişə və kənarlaşdırma zamanı özünü qoruya biləsən. Sən hər bir münasibətə emosional olaraq qoşulmağa məcbur deyilsən. Emosional məsafə fiziki məsafə ilə müşayiət oluna bilər. Yəni, əgər kollektiv sənə qarşı kobud davranmağa başlayırsa, hər addımda onlardan uzaqlaşmağa çalış. Bu, hisslərini qorumağa kömək edəcək və sənə xoşagəlməz ünsiyyətdən qaçmağa öyrədəcək. Hisslərini sözlə ifadə etməyi öyrən. Məsələn, bu mənə xoş deyil, kənarlaşdırma yaxşı deyil, gəlin başqa cür danışaq və yaxud başqa təkliflər, daha adekvat təkliflər verə bilərsən. Və əlbəttə sinifdə kiminsə bullyinqə məruz qalanda kənarda qalma, passivlik eləmə, müşahidəçi olma. Bunun əvəzinə qaydalara uyğun olaraq dəqiq bir mövqe tut. Kənarlaşdırma qəbul edilməzdir. Hər kəsin bərabər şəraitdə sinifdə öyrənmək və insani rəftar görmək hüququ var. Nalayiq davranış boykotu sinifdə cəza növünə çevirmək üçün səbəb deyil. Bugün biz çətin bir mövzunu müzakirə elədik. Boykot və kənarlaşdırmalar. Qaydaları və hərəkətləri bir neçə sözlə ümumiləşdirsək, birincisi, boykot öz-özünə keçib gedən bir şey deyil. Mütləq şəkildə böyükləri cəlb etmək lazımdır ki, bunun öhdəsindən gələk. İkincisi, yalnız uşaqlarla işləmək kifayət etmir. Hər səviyyədə tərəflərin iştirakı, müəllimlər, valideynlər, uşaqlar çox vacibdir. Və nəhayət üçüncüsü, əvvəlcə uşaqların arasındakı kəskin münaqişəni həll edin, sonra isə profilaktikaya keçin. Və əlbəttə, uşaqlara münaqişəni sözlərlə həll etməyi, kömək istəyib müraciət etməyi öyrədin. Komanda birliyini artırmaq və sinifdəki bütün uşaqların rahatlığını artırmaq üçün onların asudə vaxtlarını təşkil edin. Onlara
təhlükəsiz ünsiyyət və pis münasibətdən qorunma üsullarını və bacarıqlarını öyrədin. Diqqətinizə görə təşəkkür edirik və növbəti vebinarımızda görüşənə qədər növbəti vebinarımız şifahi aqressiya mövzusunda olacaq. Hamınıza təşəkkür edirik. Vidalaşırıq bu günlük. Hələlik.